Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir. Bugün Xəzər dənizindən dünya okeanına çıxmaq üçün hansı su hövzələrindən istifadə olunursa, onlarla bir-bir tanış olacağıq. Xəzər dənizindən Volqa-Don və Volqa-Baltik kanallarının köməyi ilə Şimal Buzlu, Atlantik və Hind okeanlarına çıxmaq mümkündür. Gəlin ilk öncə Atlantik okeanına çıxa biləcəyimiz yollarla tanış olaq. Atlantik okeana çıxmaq üçün ilk öncə keçirik Volqa çayına. Daha sonra Volqa və Don çaylarını birləşdirən Volqa-Don kanalı vasitəsilə keçirik Don çayına. Don çayından sonra Azov dənizinin Taganrog körfəzinə çıxırıq. Daha sonra Azov dənizi, Qara dənizlə Azov dənizi birləşdirən Kerç boğazı, Qara dəniz. Buradan gəlirik Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı vasitəsilə keçirik Egey dənizinə. Egey dənizindən sonra Aralıq dənizi. Aralıq dənizinə çıxandan sonra Cəbəlüttariq boğazı vasitəsilə Atlantik okeana çıxmaq mümkündür. Aralıq dənizinə çıxandan sonra biz Süveyş kanalı yolu ilə Hind okeanına da çıxa bilərik. Ardıcıllıq belədir ki, Aralıq dənizindən sonra Süveyş kanalı, Süveyş kanalı daxilində ardıcıl olaraq Timsah gölü, böyük və kiçik acı göllərdən keçməklə çıxırıq Süveyş körfəzinə. Süveyş körfəzindən sonra Qırmızı dəniz, Qırmızı dənizli Hind okeanı ilə birləşdirən Bab-əl-Məndəb boğazı, Ədən körfəzi və Hind okeanına çıxmaq mümkündür. Növbəti yol isə Xəzər dənizini Şimal Buzlu okean və Atlantik okeanının Baltik dənizi ilə birləşdirən Volqa-Baltik su yoludur. Bunun üçün yenə də ilk öncə Volqa çayı vasitəsilə şimala doğru irəliləyirik və çatırıq Rubinsk su anbarına. Daha sonra Rubinsk su anbarını Onega gölü ilə birləşdirən Volqa-Baltik kanalından keçirik, çıxırıq Onega gölünə. Onega gölündən sonra Onega gölünü Ağdənizlə birləşdirən Belamor kanalı vasitəsilə çıxırıq Ağdənizə. Daha sonra Şimal Buzlu okean. Onega gölünə çatandan sonra biz bu su yolunu dəyişməklə Baltik dənizinə, yəni Atlantik okeanına bu yolla da çıxa bilərik. Bu yolla da tanış olaq. Gəldik Onega gölünə. Onega gölündən sonra Sivir çayı vasitəsilə keçirik Ladoqa gölünə. Yəni Sivir çayı Ladoqa və Onega göllərini birləşdirir. Sivir çayından sonra Ladoqa gölü, Ladoqa gölünü Baltik dənizi ilə birləşdirən Neva çayı, Neva çayından çıxırıq Fin körfəzinə. Fin körfəzi, daha sonra Baltik dənizi, gəlirik bu hissədə Skandinaviya yarımadasının cənubunda Eresun, Kattegat və Skagerrak boğazları vasitəsilə Şimal dənizinə və daha sonra Atlantik okeanına çıxa bilərik. Baltik dənizini Şimal dənizi ilə birləşdirən digər yolları isə Böyük Belt və Kiçik Belt boğazlarında misal göstərmək olar ki, onlardan da keçməklə daha sonra yenidən Kattegat və Skagerrak boğazlarından istifadə edib yenə də Şimal dənizinə və Atlantik okeanına çıxmaq mümkündür. Dərsimizin izahı bu qədər. Sağ olun, diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti dərslərimizdə görüşənədək.